Salam. Atlas olaraq çox vaxt verilən sualları cavablandırırıq. Cavid bəy, düzgün kompresoru necə seçmək olar? Səmərəli və effektiv işləmək üçün düzgün hava kompresoru ölçüsü seçmək çox vacibdir. Kompresor seçərkən ilk addım müəssisənizin havaya olan tələbatını düzgün müəyyən etməkdir ki, bunun üçün hava tələbatı olan bütün avadanlıqları siyahıya alıb hər bir dəzgahın hava sərfiyyatını toplamaq lazımdır. Toplam göstəricinin üzərinə əlavə olaraq 20% ehtiyat güc əlavə etmək tövsiyə olunur ki, bu kompresorun həddindən artıq yüklənməsinin qarşısını alacaq və avadanlığın, həmçinin kompresorun uzun ömürlü işləməsini təmin edəcəkdir. Nəzərinizə çatdırım ki, ehtiyacınızdan böyük kompresor əlavə elektrik sərfiyyatına yol açacaqdır və eyni şəkildə ehtiyacınızdan kiçik kompresor seçimi avadanlıqlarınızın işləməsində problemlər yaradacaq, həmçinin istehsalatınızın dayanmasına səbəb olacaqdır. Günel xanım, yağsız kompresora mı, yoxsa yağlı kompresora mı ehtiyac var? Cavid bəyin də qeyd etdiyi kimi, hər hansı hava kompresorunu seçməyin ilkin addımı müəssisənizin ehtiyaclarını və fəaliyyətini düzgün qiymətləndirməkdir. İstehsalat, sənaye, kiçik emalxananın əksəriyyətində yağlı kompresorlardan istifadə olunur. Bu kompresorlarda yağ havanın sıxılması prosesində istifadə olunur. Bu proses nəticəsində kompresordan çıxan sıxılmış havada az miqdarda yağ hissəcikləri yarana bilir. Çox vaxt bu yağ hissəcikləri işə mənfi təsir etmir. Amma təbii ki, bu hansı işlərdir ki, orada mütləq yağsız hava tələb olunmur. Bundan əlavə 0,1 mikrona qədər yağ qalıqlarını aradan qaldırmaq üçün yüksək keyfiyyətli hava filtrlərindən istifadə oluna bilər. Eyni zamanda aktiv karbon filtrləri ilə əlavə təmizlik əldə etmək mümkündür. Bunun sayəsində klass 1 hava təmizliyi əldə oluna bilər. Bəzi hallarda isə az miqdarda belə yağ çirklənməsi böyük risk yaradır. Məsələn, qida istehsalı, kimya və tibbi tətbiqlər buna aiddir. Bu kimi sahələrdə yağsız kompresorlar quraşdırmaq olduqca vacib bir amildir. Az öncə qeyd etdiyim klass 1 hava təmizliyi Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən müəyyən olunur. Bu qurum xüsusi sənaye və kommersiya sahələri üçün qlobal dərəcələndirmələri hazırlayır. Sıxılmış havanın ISO üzrə öz sinifləri mövcuddur. Son hava təmizliyi səviyyəsindən asılı olaraq, yəni partikul sayına və ölçüsünə görə kompresorlar ISO klass 0 və 5 arasında təsnif edilir. Necə müəyyən edə bilərik ki, elektrikli yoxsa dizel kompresor daha uyğundur? Sənaye müəssisələri üçün ən optimal seçim elektrikli kompresorlardır. Hansı ki, bunlar daha səssiz işləyir, enerjiyə qənaət edir, 7/24 rejimdə etibarlı şəkildə fəaliyyət göstərir. Bəs elektrik şəbəkəniz yoxdursa, bu zaman biz sizə dizel kompresorlar təklif edə bilərik. Dizel mühərriki ilə işləyən bu kompresorlar yüksək güc tələb olunan ağır sənaye və tikinti sahələrində daha geniş istifadə olunur. Onlar mobil və müstəqil çalışa bildiyi üçün elektrik olmayan yerlərdə ideal həldir. Eyni zamanda təkərli olması və qoşqulu olması həmin kompresorlar istədiyiniz ərazi rahatlıqla daşınmasını təmin edir. Unutmayın, doğru kompresor seçimi texniki bilik və təcrübə tələb edir. Atlas Copco'nun rəsmi tərəfdaşı olaraq biz sizin prosesinizə uyğun ən ideal həlli hesablamağa və təqdim etməyə hazırıq.